Bütün şirniyyat sevənlərə səslənirəm. Bəlkə sizdə insulin dirənci var. İnsulin dirənci sözünü hər biriniz eşitmisiniz. Bəs yaxşı, bədəndə olan hər hansı bir dəyişiklikdən insulin dirəncinin insanda olub-olmadığını necə bilmək olar? İlk növbədə vizual olaraq gözlə görünən dəyişikliklər dəridə olan pigmentasiya dəyişiklikləri olur. Yəni dərinin hər hansı bir hissəsində qaralmalar baş verir. Bunlar çox vaxt boyun hissəsi və dirsək nahiyəsi olur. Elə bu videoya baxa-baxa sadəcə dirsəyinizə güzgüdə baxın. Əgər orada qaralma, quruma və qabıqlaşma varsa, bu sizdə insulin dirəncinin əlaməti ola bilər. Və yaxud da ki, qoltuq altı bölgəsində, dediyim kimi boyun nahiyəsində qaralmalar və rəngin dəyişməsi varsa, bu yenidən insulin dirəncinin əlaməti ola bilər. Əgər dərinizdə pigmentasiya problemləri varsa, mütləq şəkildə insulin dirənci analizi verməyinizi məsləhət görürəm. Bu cür informativ və faydalı videolar sizə maraqlıdırsa, videonu yadda saxlayıb və kanalımı izləyə bilərsiniz.